O üsulla əldə etdiyimiz nəticə həqiqətən təsir edicidir. Duzunu desəm, indiyə qədər istifadə etdiyim ən güclü sullardan biridir. İndiyə qədər bitkilərin, meyvə ağaclarının və ümumiyyətlə ağacların çoxaldılması və ya klonlanmasına başlamaq istəyirsənsə, ən çox tövsiyə etdiyim üsullardan birinə çevrilir. Çünki bax, adətən biz stil hazırlayanda istər sadə hava qatlama, istər hava qatlama, istərsə də başqa ənənəvi üsul olsun, yalnız bir bitki əldə edirik. Amma bu üsulla eyni anda bir neçə bitki əldə etmə imkanımız var. Əlavə budaqları qurban vermədən, heç bir çətinlik olmadan və əlavə pul xərcləmədən. Eyni budaqdan bir neçə hissə götürə bilərik və hər bir hissə tamamilə müstəqil bir meyvə ağacına çevrilir. Bu inanılmaz bir üsuldur, çox təmiz və son dərəcə effektivdir. Və bugün sənə bunu addım-addım öyrədəcəm. Başlayaq. Əgər nəsə sənə aydın olmasa, səhvlərdə soruş. Setini hazırlamadan əvvəl borunu hazırlayacaq ki, hazır olsun. Təxminən 30 sm uzunluğunda bir bordan istifadə edəcəyəm. Diametri isə çox fərqli ola bilər. Çox dar olanlar da var, çox enli olanlar da. Amma 50 mm olan bir boru idealdır. Çünki köklərin rahat böyüməsi üçün kifayət qədər yer saxlayır. İndi isə əsas hissəyə keçirik. Boruya aşağı hissəsində yapışqan lentlə bir tıxac düzəldirik. Bir neçə qat yaxşıca yapışdırırıq ki, qum axıb getməsin. Tıxac hazır olandan sonra aşağı hissədə çox incə kəsiklər edirik. Böyük dəliklər yox, çox incə, demək olar ki, görünməyən kəsiklər edirik. Oradan bu usul üçün istəmədiyimiz artıq nəm axıb gedəcək. Bununla boru tamamilə hazır olur. İndi isə stili hazırlayırıq. Təxminən 40 sm uzunluğunda və mümkün qədər duz bir stil seçəcəyik. Niyə məhz 40? Çünki 30 sm borunuz içində olacaq, qalan 10 sm isə çöldə qalacaq. Bu da bitkinin nəfəs alması üçün çox vacibdir. İndi isə borunun içində olacaq hissədə, yəni alt 30 sm-də, təxminən 5 mm enində uzununa bir kəsik edəcəyik. O zolağın qabığını tamamilə çıxarıb uzun bir pəncərə açırıq. Qabıq çıxarıldıqdan sonra parlaq bir qat görəcəyik, buna kambium deyilir. Həmin kambium qatını bicaqla tamamilə qasıyırıq, ta ki təmiz ağaca çatana qədər. Bu addım çox vacibdir. Əgər kambium qatını çıxarmasaq, köklər əmələ gəlməyəcək. Pəncərə tam təmiz olanda bütün kəsik və yaralara aloe vera sürtürük. Sonra həmin hissəni uyudulmuş darçınla orturuq. Aloe kok atmanı stimullaşdıracaq, darçın isə göbələk və bakteriyaların qarşısını alacaq və bununla da stil tam hazır olacaq. Boru tam hazır olduqdan və stili də hazırladıqdan sonra indi stili boruya yerləşdirəcəyik. Stili borunun yuxarı hissəsindən yerləşdiririk və dibinə qədər düşməsinə imkan veririk. Hazırladığımız 30 sm hissə içərdə, qalan 10 sm isə qolda, yəni hava hissəsində qalır. Bu, stilin düzgün nəfəs ala bilməsi və boğulmaması üçün çox vacibdir. Stili borunun içində yaxşı yerləşdirib mərkəzləşdirdikdən sonra yuyulmuş qumu əlavə etməyə başlayırıq. Qumu asta-asta stilin ətrafına tökürük, bütün boşluqları doldurmasına imkan veririk. Heç bir şəkildə sıxmağa və ya bərkidib basmağa ehtiyac yoxdur. Sadəcə qumun təbii şəkildə düşməsinə və stilin altındakı 30 sm hissəni tam örtməsinə imkan verin. Çox vacibdir. Borunu tam yuxarıya qədər doldurmayın. Tövsiyə olunur ki, borunun yuxarı hissəsində 1-2 sm qumsuz yer saxlayasınız. Bu boşluq suvarmanı asanlaşdırmaq üçün vacibdir. Çünki əgər borunu kənarına qədər doldursaq, sonra su daşar və qum tökülər. Artıq borunu doldurduqdan sonra suvarma suyunu hazırlayırıq. Bu çox sadədir. 1 litr su götürürük, ona bir çay qaşığı hidrogen peroksid əlavə edirik, elə həmin aptekdə olanlardan və biraz qarışdırırıq ki, yaxşıca həll olsun. Bu suyunun çox yavaş, sakitcə suvaracağıq. Suyu saxladığımız o yuxarı boşluqdan tökürük. Qum suyu tədricən özünə çəkəcək. Suvarmağa yavaş-yavaş davam edirik. Ta ki, borunun aşağı hissəsində etdiyimiz drenaj kəsiklərindən biraz su çıxmağa başlayana qədər. Bu, borunun içində artıq ideal rütubətin olduğunu göstərən mükəmməl göstəricidir. O drenajı gördükdən sonra artıq suvarmağa ehtiyac yoxdur. Sonda borunu savuli vəziyyətdə qoyuruq, elə bir yerə soyuqlayırıq ki, yıxılmasın. Çox vacibdir ki, onu yarım kölgədə və ya dolayı işıqda saxlayasınız. Heç vaxt birbaşa günəş altında yox. Belə ki, stil qurumasın və köklər düzgün inkişaf edə bilsin. İndi isə uğuru təmin etmək üçün çox vacib bir addım var.
Çox tövsiyə olunur ki, stilin üst hissəsini, yəni hava ilə təmasda olan hissəni mikrofilm və ya şəffaf plastiklə bu kəsiz. Bu mini istixana effekti yaradır ki, bu da rütubəti saxlayır, su itkisinin qarşısını alır və stilin düzgün kök atmasına çox kömək edir. Artıq hava hissəsini mikrofilm, şəffaf plastik və ya lentlənmiş torba ilə örtəndən sonra metodun uğurunu təmin etmək üçün əsas bir addım atacağıq. Təbii göbələk əleyhinə vasitə kimi darçın istifadə edəcəyik. Hazırlamaq üçün 1 litr su götürürük və içinə bir cimdik darçın əlavə edirik. Bunu yaxşıca qarışdırırıq və qəhvə filtri, parça və ya incə bir bezlə süzürük ki, pusqurducunu tıxıya biləcək qalıqlar qalmasın. Yaxşı, süzüldükdən sonra məhlulu pusqurducuya tokuruq və həmin pusqurducu ilə hər stilin hava hissəsini, borunun üst hissəsini və acıqda qalan bütün səthləri tamamilə ciləyirik. Bunu torbanı və ya mikrofilmi ilk dəfə qoyduqdan dərhal sonra edirik. Amma buna diqqət edin, çünki bu çox vacibdir. Həftədə bir dəfə torbanı açacağıq və ya mikrofilmi çıxaracağıq, stilin hava hissəsini bu təbii göbələk əleyhinə məhlulla yenidən ciləyəcəyik və sonra yenidən bağlayacağıq. Bu həftəlik addım göbələk yaranmasının qarşısını almaq üçün çox vacibdir. Çünki mini istixananın içində rütubət çox yüksək qalır. Ciləmə işini bitirən kimi hər şeyi yenidən torba və ya mikrofilmlə bağlayırıq və növbəti həftəyə qədər olduğu kimi saxlayırıq. Çox adam, xüsusilə də kənddə təcrübəsi olan yaşlı nəsil deyir ki, bu cür çoxaltmalar azalan ay fazasında edilməlidir. Çünki bitki o zaman daha yaxşı reaksiya verir. Azalan ay fazasında siri aşağıya doğru hərəkət edir və bu, yeni köklərin əmələ gəlməsini çox güclü şəkildə təsviq edir. Ona görə də bu usulla daha uğurlu olmaq istəyirsənsə, məsləhət görürəm ki, məhz həmin vaxt edəsən. Və indi 4 həftə keçdikdən sonra borunun aşağı hissəsinə qoyduğumuz izolyasiya lentini çıxarırıq. Ya slangla, ya da əlimizdə olan başqa bir usulla yaxşıca su veririk və bütün qumun aşağıdan axıb getməsinə imkan veririk. İndi isə sadəcə olaraq stili yavaş-yavaş, ən asan şəkildə çıxaracağıq. Unutma ki, koklar çox nazik və həssasdır, buna görə də çətinlik yarana bilər. Bəziləri qırıla bilər. Heç bir problem yoxdur, amma çalışırıq ki, onu mümkün qədər incəliklə çıxaraq. Və indi başlayırıq. Bax gör, cəmi 4 həftəyə nə qədər kok əmələ gəlib. Bu metodun nəticəsi həqiqətən təsir edicidir. Təmiz, ağ, möhkəm köklər, yuxarıdan aşağıya qədər. Həqiqi bir möcüzədir. İndi isə nə edəcəyik? Çox sadədir. İndi bu stili bir neçə hissəyə böləcəyik ki, hər bir hissənin koku olsun və avtomatik olaraq müstəqil bir ağaca çevrilsin. Bu halda bir necə yeni əncir ağacı olacaq. Amma eyni usul sitrus, nar, zeytun, ətirli bitkilər və s. üçün də keçərlidir. Demək olar ki, istədiyin hər hansı meyvə ağacı və ya odunsu bitkini bu usuldan çoxalda bilərsən. Türk metodunun əsl gücü də məhz budur. Tək bir budaqdan istehsalını inanılmaz dərəcədə artırırsan, həm də eyni vaxtda. Əgər bu metod xoşuna gəldisə və ya sənə faydalı oldusa, videoya like atmağını və bitkiləri sevən biri ilə paylaşmağını çox istərdim. Əgər meyvə ağaclarını çoxaltmaq üçün sadə və effektiv usulları öyrənməyə davam etmək istəyirsənsə, səni kanala abunə olmağa dəvət edirəm. Orada olduğun üçün təşəkkür edirəm. Sizə boyuq bir qucaq dolusu salamlar. Növbəti videoda görüşərik.